düşman gülləsi idi. Biz onu nətər deyək, biz onu xəstəxanaya da aparmadıq, heç qeydiyyatdan da keçirtmədik. Lakin iyun hadisələrində, 93-cü iyun hadisələrində Teymur bəy nətər deyirlər, o öz dırnaqarası qardaşlarımızın gülləsindən şəhid oldu. Siz bugün ki iqtidar tərəfindən demək olar ki, təqib olunursunuz. Mən bilmirəm sizin günah öz nədir, tapa bilmirəm. Deyirsiniz ki, günahınız yoxdur, düşüblər belə-belə. Günahımız olsaydı biz çoxdan asmışdılar. Bizi axtarırlar, bəli, axtarırlar. Bizim uşaqların bir böyük qismi zindandadır, Şuvalan həbsxanasındadır. Vaxtilə həmin həbsxana mən də keçmişəm, ancaq 90-cı ildə Ruslar tərəfindən tutulmuşuq biz. Bu günlərsə özümüzünkilər tutur. Və həmin oğulları o arazdan deyək ki, qarın qışın şaxtasında, buzda keçib hardasa deyək ki, məsələn, silah keçirən, vətən üçün vuruşan, öz danasını satıb avtomat alan oğulları bu günlərsi dediyimiz bu iqtidar ləkəliyir. Yəqin ki, biz qaydacıyıq. Mən buna inanıram. Bunların hamısı tarixdir, bunların hamısı göstəriləcəkdir.